Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Birinci əşdatsilər döyüşü, ikinci həmədan döyüşü və bəz döyüşündən ibarət üçlü Venn diaqramı tərtib olunub və bu uyğunluğu müəyyən edək. Y variantı ilə başlayaq uyğunlaşdırmağa. Babəkin rəhbərliyi dövründə baş verməsi. Babək 816-cı ildən etibarən üsyanın rəhbəri olub və birinci əşdatsilər döyüşü 829-cu il, ikinci həmədan 833-cü il, bəz döyüşü isə 837-ci ildə olub və bunların hər biri Babəkin rəhbərliyi dövrünə düşür, ortaq cəhət olacaq. 9-cu əsrin 30-cu illərinin birinci yarısında olması. Bura baxdıqda bu ikinci həmədən aid olduğu görünür, D variantının 833-cü il. Afşinin rəhbərlik etdiyi ordunun qələbə qazanması. Burada iki döyüşdə qələbə qazanıb Ərəb xilafəti, ikinci həmədan və bəz döyüşündə. Afşinin isə 835-ci ildən etibarən rəhbərliyə gətirildiyi üçün deməli C variantı aiddir bəz döyüşünə, ikinci həmədan döyüşünə aid ola bilməz. Xürrəmlərin ərəbləri məğlub etməsi. Bu ikisində əgər Ərəb xilafəti qalib gəlibsə, deməli birinci əşdatslərdə ərəblər məğlub olub, xürrəmlər qalib gəlib. B variantı burada olacaq. Xürrəmlərin ilk dəfə məğlub olması. Bu variant ilk baxışdan ikinci həmədana aid görünsə də, əslində A variantı heç birinə aid deyil. Çünki xürrəmlərin ilk dəfə məğlub olması o halda ikinci həmədana aid olardı ki, burada qeyd olunsaydı ki, Babəkin rəhbərliyi altında ilk dəfə məğlub olması ikinci həmədana aiddir. Amma ümumi xürrəmlər hərəkatından danışırıqsa, 778-ci ildən başlamış bir üsyan Babəkə qədər birinci dəfə məğlubiyyət almışdılar. Ona görə də ilk məğlubiyyət ikinci həmədan deyə bilmərik. Babəkin rəhbərliyi altında ilk məğlubiyyət ikinci həmədan da deyə bilərik. Ona görə A variantını biz ikinci həmədana aid eləməyəcəyik. Doğru cavab olacaq 1B, 2D, 3C, 4 isə Y. Doğru cavab olacaq D variantı. Əgər biz A-nı yanlışlıqla 2 aid eləsəydik, ona uyğun cavab da A variantı idi. Amma burada doğru cavabımız olacaq D variantı.